Yaxşı uşaqlar, keçək. Keçən dəfə riyazi və yaylı rəqqasların qulaq asaq zəhmət olmasa. Keçən dəfə riyazi və yaylı rəqqaslarda biz rəqsdə baş verən proseslərə baxmışdıq. Amma biz qalmışdı rəqsin periodunu, tezliyini tapmaq. Onlara sizlə birlikdə baxaq, onlar da qalmasın. Demək, sizlə əvvəlcə biz yaylı rəqqasa baxmışdıq ki, yaylı rəqqasda demək bu ştatifə bərkitdiyimiz hər hansı bir sistem var idi. Bundan biz bir dənə yay asmışdıq. Yaya hər hansı bir cisim bərkitmişdik. Bu biz bura bir dənə sıfır xətti qoymuşduq. Bu cismi aşağıya kimi dartdığımız zaman bu bizim dartımız aşağı yönəlir. Dartımız aşağı yönəlir. Elastiklik qüvvəsi bunu geri çəkməyə çalışır, geri aparmağa çalışır. Həmən yekun olaraq qüvvəmiz elastiklik qüvvəsi əvəzləyici qüvvəni verir. Yəni bizim əvəzləyici qüvvəmiz F elastikliyə burada bərabər olaraq bax bu buraxdığımız zaman geri hərəkət etməyə başlayacaq. Bəli, yuxarı və aşağı hissəyə doğru gediş gəliş yaşanırdı. Ona görə də bizim əvəzləyimiz MA-ya bərabərdir. F elastiklikimiz isə nəyə bərabər idi? Mənfi K vurulsun X-a. Bəli, M vurulsun. Biz A-nı da biz mənfi omega kvadrat X tapmışdıq keçən dəfə. Fikir verdiysə törmədə mənfi omega kvadrat X tapmışdıq. Yəni, mənfi omega kvadratı X bərabərdir mənfi K vurulsun X-dən. Mənfi ilə qabağa keçsək, buradan X-larımız ixtisar getsə, mənfilərimiz də getsə, qalar omega kvadratı bərabərdir K bölünsün M. Omeganın özü nəyə bərabər olacaq? Kök altında K bölünsün M-ə. İndi bunu çıxarışı bilsəz də olar, bilməsəz də olar. Amma bizdə bundan sonra lazımdır. Omega bərabər kök altında K bölünsün M. Omeganın özü 2pi bölünsün nəyə bərabər idi? T-yə. Çevrədə omeganın öz düsturu 2pi bölünsün T. Yəni 2pi bölünsün T bərabərdir kök altında K bölünsün M. Periodu tapsam T bərabər olur. 2pi vurulur buna, bu da tərsinə çevrilir. M bölünsün K. Tezlik bunun nə qiyməti olur uşaqlar? Periodun həmişə tərs qiyməti. 1 bölünsün 2pi kök altında K bölünsün M. Baxın, burada sizin üçün 1 düstur, 2 düstur və bu 3 düstur ki var. Bunlar həmişə sizə lazım olacaq. Buna deyirik ki, yaylı rəqqasda periodun və tezliyin düsturu. Yaylı rəqqasda periodun düsturu bax budur, tezliyin düsturu budur. Və yaylı rəqqasa deyirik ki, hər zaman asılıdır. Bundan asılı olan kütlədən, bu M kütləsindən, bir də yayın sərtliyindən, başqa şeylərdən asılı deyil. Amplituddan, sürətdən və s. uzunluqdan asılı deyil. Aydın oldu. Yaxşı mı? Bunu yaddan çıxartmayaq. Demək ki, çıxarış forması da buradan idi. İndi keçirik bu tərəfə, ipli rəqqas hissəsinə. İpli rəqqasda biz tutaq ki, cismi hər hansı bir yerə kimi gətirirdik. Bura bir dənə cisim gətirirdik. Burada ipin gərilmə qüvvəsi, bunun ağırlıq qüvvəsi bunu aşağı da artırdı. Və bunların əvəzləyicisi bax bu istiqamətdə ortaya çıxır. Əvəzləyicisi məhz bu istiqamətdə ortaya çıxır. Əvəzləyici bu istiqamətdə ortaya çıxacaq. Həmən buradakı alfa oxşarlığa görə buradakı alfa olmuş olur. Mən bunu bir dənə 90 dərəcəyə də tamamlaya bilərəm. 90 dərəcəyə də tamamlaya bilərəm uşaqlar. Bax bu hissəsini. Mən bu ortaya çıxan qüvvəm əvəzləyici qüvvədir. Əvəzləyici qüvvəm MA demək mg sinus qədərini verir. Qarşıdakı katedin hipotenuza nisbəti nəyi verir? Sinus alfanı verir də. Ona görə də biz belə yazarıq ki, MA bərabərdir mg sinus alfaya. M'lərimiz də buradan ixtisar gedər. A bərabər olar J sinus alfa. Sinus alfa da nədir uşaqlar? Elə bir ki, bax, budur da. Bu rəqqasımızın uzunluğudur. Bu da x maksimumuzdur. Qarşıdakı katedin nəyə nisbətidir? Hipotenuza nisbətidir. Onda J vurulsun qarşıdakı kated. X max bölünsün L hipotenuz. Onda nə qaldı? A bərabərdir J vurulsun X max bölünsün L. A-mız da yenə dediyimiz kimi, bayaqki kimi mənfidir
mənfidir. Mənfi omega kvadratı x. Mənfi tərəfdən də biz mənfin 1-i neynədik? Burada mənfin 1-i nəyə lazım oldu? Mənfisiz də götürə bilərik, mənfi ilə də götürə bilərik. Olsun omega kvadratı, a bərabər omega kvadratı x max bərabərdir j vurulsun, x max bölünsün l. Buradan bizim x maxlarımız ixtisar edir. Burada da omega kvadratı bərabər olar j böl l-ə. Onda buradan bir dəfəlik yazıram ki, omega bərabərdir j bölünsün l. Kök altında. J bölünsün l. Elə bilin ki, bu ifadə ilə, bu ifadə oxşar ifadələrdir uşaqlar. O yaylı rəqqasa görə yazılır, bu ipli rəqqasa görə yazılır. Yenə bunun çıxarışı burada qalsın, sizə lazım olacaq. Kitabda da çıxarış formasını verib. Onda biz buradan omeganın da periodu tapanda yenə t bərabər olacaq. Bax, buradakı kimi. Həmən buradakı kimi t bərabər olacaq 2pi kök altında tərsinə çevirir. L bölünsün j. Tezliyi tapanda bunun nə qiyməti olacaq? 1 bölünsün 2pi kök altında j bölünsün l. Riyazi rəqqas, yaylı rəqqasda düsturlarımız, bax budur, bu 3 dənə düsturumuzdur. İpli rəqqasda və ya riyazi rəqqasda ki, bu 3 düstur var, ha. Bunlar həmişə sizə lazımdır. Periodumuz, tezliyimiz yenə L-dən, J-dən başqa asılılıqları yoxdur. Bir dənə burada diqqət yetirəcəksiniz, uşaqlar. J-ni həmişə açırıq da. Cisim A təcili ilə yuxarı gedəndə nə yazırıq? mg plusa, aşağı gedəndə mg minusa. Yenə əgər belə yazsaq ki, A təcili ilə yuxarı getsə, onda yazaram ki, t bərabər, qoy bura yazmayaq da, aşağı yazaq. Əgər A təcili ilə yuxarı getsə, onda yazaram ki, t bərabərdir 2pi, kök altında L bölünsün, j plus da minus A. Əgər A təcili ilə yuxarı və ya aşağı getsə, belə yazacaq. Yuxarı getsə j plusa yazacağım, aşağı getsə nə yazacağım? J minusa. Bunu yaddan çıxartmayaq. Bir də 2pi kök altında L bölünsün. Bu J'miz yoxdur. Bu J'mizi açdığımız zaman böyük J, böyük M bölünsün. L üstəgəl H-ın nəyi? Kvadratı. Bu çıxır sürətə. Mən bunu biraz da böyüdüm, keçirdim bu tərəfə. Çıxır sürətə L plus H. Və kökdən çıxacaq kvadrat olduğu üçün. Çıxacaq. Olacaq onda 2pi L üstəgəl H vurulsun kök altında L bölünsün J. J bu kiçik J deyil, böyük M-dir. Yəni. Böyük J, böyük M. Onda nə deyirik? Bizim periodumuz, hündürlüklə müəyyən qiymətdən uşaqlar bax düz asılıdır. Tezliyimiz isə hündürlükdən uşaqlar müəyyən qiymətdən tərs asılıdır. Çünki çevriləcək tezlik bunun tərs qiyməti olacaq. Yəni J-nin yerinə eyni ifadəni yazsaq L plus H aşağı düşəcək. Bu periodla tezliyin qiyməti. Ona görə deyirlər ki, uşaqlar, ipli rəqqas, riyazi rəqqas, bax bu düstur ki var, bunu kəşf edən alim Huygens, Xristian Huygensin kəşfidir. Huygens prinsipi də deyirlər, Huygens düsturu da deyirlər uşaqlar, 2pi kök altında L bölü J deyir ki, riyazi rəqqas və ya ipli rəqqas kəfkirli saat da deyir də. Xristian Huygens deyir ki, təqribən 200 mərtəbəli bir binanın başına çıxsaq, kəfkirli saat geri qalacaq. Səbəb nədir uşaqlar? Səbəb oldu ki, yuxarı qalxdıqca J-nin qiyməti azalır. J ilə də period necə asılıdır? Tərs. J-nin qiyməti azalır, period neyinir? Artır. Onda əvvəl əgər tezlik çoxdur, tez gedib gəlir, indi period çoxdur, gedir, gəlir, gec qayıdacaq. Gedəcək, gec qayıdacaq. Ona görə də deyir, kəfkirli saat təqribən 2 saniyə yaxın geri qalmış olur uşaqlar. Bu periodumuz həmişə o ipin uzunluğundan asılıdır. İpimiz nə qədər qısadırsa, periodumuz o qədər tez baş verir. İpimiz nə qədər uzunsa, periodumuz o qədər məhz gec baş verəcək uşaqlar. Yəni, daha böyük bir periodla proses getmiş olacaq. Bəli. Adi olanda dəymir, bəli. Normal olanda həmişə dəyir. Yəni biz buna nə demişdik? Demişdik ki, məsələn, kiçik J bərabərdir böyük J, böyük M bölünsün, R üstəgəl H yazmırdıq. Məsələn, H-ın kvadratı yazırıq və J-miz R-lə tərs asılıdır, amma üstəgəl oldu müəyyən qiymətdən sonra dəyişməyə başlayır. Müəyyən qiymətə kimi heç bir dəyişiklik yoxdur.
Belə, uşaqlar, bunu azacıq belə kiçildəsi olsam, burada iki dənə düstura həmişə diqqət yetirəcəksiniz. Bir hansı düstur? Yəni, bunun düsturları budur. Həmişə omega kökətdə K bölü M, period 2pi kökətdə M bölü K, tezlik onun nə qiymətidir? Tərs qiyməti. İfli rəqqasda necə deyəcək? Kökətdə J bölü L, T bərabər 2pi kökətdə L bölü J, tezlik də onun tərs qiyməti J bölünsün deyil. Və salam, bizim rəqslərə deyəcəyimiz məsələ məhz bu qədər. Keçirik indi biz mexaniki dalğalara. Mexaniki dalğalar. Dalğalar. Dalğalar, uşaqlar sizin bildiyiniz iki tip biz dalğaya baxacağıq. Sizinlə mexanik olaraq iki tiplə baxacağıq. Normalda gələcəkdə bunun fərqli formasına da baxacağıq. Elektromagnet dalğalara baxacağıq. Amma hal-hazırda biz mexaniki dalğalara baxırıq uşaqlar. İki tip dalğamız var uşaqlar. Eninə dalğalar və uzunluğa dalğalar. Dalğalanma, suyun dalğalanmasından danışırıq. Cisimlərin gedib gəlməsi, açılıb yumulması şəkildə o da bir dalğalanmadır, gedib gəlir. Zəlzələlərdən danışa bilərik. Dalğalanma səs dalğalarından danışa bilərik. Yəni müxtəlif dalğa növləri var uşaqlar. Birinci baxacağımız eninə dalğadır. Nədir eninə dalğa uşaqlar? Eninə dalğa, bu dalğaya biz deyirik eninə dalğa. Eninə dalğa hansı mühitdə yayılır? Daha çox bərk mühitdə yayılır uşaqlar. Eninə dalğa bu formada gedib gəlir. Belə dalğalanmalar suyun dalğalanmasına oxşayır. Bu formada dalğalanma prosesidir. Eninə dalğalar uşaqlar, hissəciklər yuxarı gedir, aşağı gedir. Yuxarı gedir, aşağı gedir. Amma hərəkət qabağa doğrudur. Hərəkət qabağadır bu formada. Ona görə də hissəcik hərəkətə perpendikulyardır. Bu dalğalar eninə dalğalardır uşaqlar. Demək, hissəcik hərəkətə perpendikulyardır. Hissəciklər yuxarı gedir, aşağı gedir. Amma hərəkət qabağa doğru gedir uşaqlar. Uzunluğa dalğalar nədir uşaqlar? Uzunluğa dalğalar bu yaylar var, açılır, yumulur, uşaqlar istifadə edir, yaylı rəqqasda göstərdiyi. Bax ona bənzəyir uşaqlar. Bax o dalğalanma prosesində də eyni uzunluğa dalğalardır. Uzunluğa dalğalarımız uşaqlar sıx, seyrək, bax açıla-açıla gedib bu formada. Aha. Say ona bənzəyir, amma biz sıx, seyrək şəkildə yazmağa çalışdım. Yəni elə deyil əslində. Əslində elə deyil. Əslində belədir. Yəni sıx isə seyrək isə, sıx isə eyni şeydir. Amma mən buraları daha kiçik göstərdim. Yəni seyrək sıx məsələsinə görə uşaqlar. Dalğanın uzunluğu necə tapılır? Bu da uzunluğa dalğa oldu uşaqlar. Buna yazın. Uzunluğa. Uzunluğa dalğa hansı mühitdə yayılır? Yazıram uşaqlar. Bütün mühit. Amma nə xaric? Vakuum. Bəli, xaric. Niyə vakuumda yayılmır? İndi baxacağıq. Bəli, vakuum xaric. Dalğanın uzunluğu iki təpə, qonşu təpə, iki qonşu çuxur arasındakı məsafə dalğa uzunluğudur. Lambda ilə yazılır. İki qonşu təpə, iki qonşu çuxur arasındakı məsafə dalğanın uzunluğu adlanır uşaqlar. Baxın, tutaq ki, biz V bərabərdir S bölü T yazmırdıq. V bərabər S bölü T yazmırdıq. Onun yerinə biz nə yazacağıq uşaqlar? Lambda bölünsün böyük T. Period. Zamandır da, yəni bir periodda. Və yaxud da ki, lambda 1 bölü periodun yerinə də nə yaza bilərəm? Tezlik. Periodla tezlik yaxı bir-birinə tərs asılıdır. Bəli, 1 bölünsün T və ya şəklində yaza bilərik. İki qonşu təpə və ya iki qonşu çuxur arasındakı məsafə dalğa uzunluğudur. Bəs uzunluğa dalğalarda necədir uşaqlar? Əvvəla uzunluğa dalğa ya iki sıx, ya iki seyrək arası məsafə dalğa uzunluğudur. Ya iki sıx və ya iki seyrək arası məsafə dalğa uzunluğudur. Sıx olanlar böyle olanlar. Sizin balaca olan götürək, sizin bir ayraq da bir-birinə. Ona görə kitabda görəcəksiniz ki, rahat yazıb onu seyrək sıx məsələsində. Amma mən burada belə çəkməklə bir balaca elə bir ki, sizi çaşdırmamış olum da. Yəni məsələ nətərdir? Yəni belə yazaq da, belə dalğalanmada uşaqlar. Sıx, sonra məsələn seyrək. Sıx, məsələn seyrək. Sıx, bu mənası açılıb, bəzi hissələri sıx, bəzi hissələri seyrək. Yəni ona görə yəni belə yazırıq yəni. Hə. Necə?
Sıxlaşma, seyirləşmə açılıb yumurda dalğalanır da. Rəqs hərəkəti yəni dalğalanır. Aydındır? Sıx seyirləş. Burada isə uşaqlar uzunma dalğalarda isə fərq. Zərrəciklər hərəkətə paraleldir. Yaddan çıxartmayın. Açılımlarda zərrəciklər də eyni istiqamətdə hərəkət edir. Hərəkət özü də. Həmişə zərrəciklərlə hərəkət bir-birlərinə paraleldir. Amma enində bir-birlərinə perpendikulyardır. Uşaqlar, bunu yaddan çıxartmırıq ki, heç bir dalğa maddə daşıya bilməz. Enerji daşıya bilər. Heç bir dalğa, heç vaxtı, mən bura bir qeyd yazıram ki, dalğa maddə daşımır. Daşımır. Yalnız nə daşıyır? Enerji daşıyır. Ay müəllim, axı suyun qurağına gedib baxmışıq ki, suyun quraqları, məsələn, tutaq ki, su, dəniz artıqları gətirib suyun qırağına, axı onu dalğa gətirməyibmi suyun qırağına? Xeyr uşaqlar, o suyun sürtünməsi nəticəsində həmişə gəlir, yığılır qırağa. Yoxsa dalğalanma prosesi bilirsiniz necədir? Bir dəfə cismi qabağa aparır, cisim gəlir bura, sonra tezdən cisim aparır geriyə. Əslində, suyun ortasında sakit bir dalğa getdiyi zaman külək olmazsa, külək onu yığıb gətirir suyun qırağına. Sakit dalğalanma prosesi necədir? Cisim bir dəfə arxaya gedir, bir dəfə qabağa. Elə yerində rəqs edir. Bir dəfə o üzü gedir, bir dəfə o üzü gedir. Başa düşürsünüz? Elə bilirsən ki, dalğa gətirib cisimləri suyun qırağına. Amma xeyr. Suda sürtünmə var, külək var. Onlar gətirirlər suyun kənarına. Yoxsa dalğa heç vaxt maddə daşıya bilmir. Aydındır? Enerji daşıyır. Bunu yaddan çıxarmayın uşaqlar. Aha. Gəlin sizinlə bərabər bir neçə dalğa növlərindən biri bu səs dalğalarına bərabər baxaq. Səs dalğalarında söhbəti başa düşəcəksiniz. Mən onu sizə izah edeyim. Bundan sonra daha rahat məncə anlaya biləcəyik uşaqlar. Daha rahat anlaya bilərik. Bu mühit anlayışlarını deyəcəm. Ümumiyyətlə nə üçün bizim səsimiz uzunma dalğalarımıza deyir ki, bütün mühitlərdə yayılır, amma vakuumda yayılmır. Bu nə deməkdir? Mənim səsim vakuumda niyə yayılmasın? Yəni, havasız mühitdə niyə yayılmasın? Səbəb nədir? Mənim səsimi sənə kim gətirib çatdırır? Zərrəciklər. Mənim səsimi sənə gətirib çatdıran zərrəcikdir. Amma vakuumda zərrəciklər olmadığına görə və ya minimal olduğuna görə səsimiz gəlib çatmır uşaqlar. Bax, indi mən sizinlə danışıram. Havadakı zərrəciklər bir-birlərinə toqquşa səsi sizə gətirir, çatdırır. Ötürə gətirib sizə çatdırır. Maraqlıdır. Yenə deyirəm. Amma vakuumda bunlar yoxdur. Danışsan elə qulaqlarından küy çıxır. Özün eşidirsən. Amma danışırsan, ora gedib səsin çatmır. Çünki orada zərrəcik yoxdur. Mənim səsimi sizə gətirib çatan zərrəcik. Havadakı zərrəciklərdir. Maraqlıdırmı? Maraqlıdır uşaqlar. Həqiqətən. Qapalı yerlərdə danışanda exo verir. Hələ buranın özündə də və s. Yəni biz danışırıq. Mənim ağzımdan çıxan səslər gedir, başlayır divarla toqquşmağa. Ora dəyir. Başlayır bu proses burada hərəkət etməyə. Nə vaxta kimi? Çıxana qədər. Aydındır. Pəncərə açılıb səslər çıxana qədər. Küy kimi içəridə dolaşır. Aydındır. Ora dəyir. Hərəkət prosesi. O proses, məsələn, deyirəm ki, şəhər yerində rahatçılıq tapmaq olmur. Niyə? Havada və ya ortamda küy çoxdur, səs çoxdur. Amma məsələn, rayon yerinə gedəndə rahatlaşırsınız. Elə bir ki, hüzur olur. Çünki havada küy yox, səs yox, minimala enir, daha rahat hava ala bilirsiniz, daha rahat dincələ bilirsiniz. Amma şəhərdə elə deyil. O pandaya baxmışsınız, orada biri o şef var, belə əlini asıb deyir, iç hüzur, çıx, səs gəlir oradan, kimsə gəlir, düşür damın üstü. O iç hüzuru pozulur. Yəni, o şəhər yeri, Kufu Panda da var. Yadda düşdü o şey var, orada usta şefin həmişə istirahət eləyəndə gedib o meditasiya deyirlər də, səhv etmirəmsə yəni. Meditasiya elədiyi yerdə gəlib ora səs gəlir, o pozulur da o sistem. Şəhərdə bunu eləmək olmur, şəhərdə iç hüzuru yaşamaq olmur ha. Şəhərdə bir balaca dincəlirsən, bir balaca deyirsən ki, bir dənə belə xəyallara dalasan, bir dənə oradan istiqlal, oradan bir dənə oradan biri qışqırır. Baxıb görürsən ki, ləzzət dad qaçır. Amma rayonda gedirsən, axşamüstü səs-küy çökür və baxırsan ki, çox gözəl insan duyum hissləri açır. Fərqli bir prosesdir. Yaxşı, o zaman belə çıxır ki, bizim səsimizi uşaqlar gətirib çatdıran zərrəciklərdir.
Zərrəcik də yoxdursa, çatdıran zərrəcik olmadığı üçün səsli sürət olmur, dalğa uzunluğu olmur. Onda mən sizin üçün bax belə bir şey ayırımda bölüm sizin üçün. Bax buraya yazıram ki, uşaqlar. Vakuum, hava, su, məsələn polad. Ayrım bunları bir-birindən sizin üçün. Bax nə deyirəm? Deyirəm ki, vakuumda zərrəcik minimaldır. Yox dərəcəsindədir. Bu buna gətirib səsi çatdıra bilmir və ya arasındakı məsafə çoxdur. Ona görə də səs gedib çıxmır. Ona görə də vakuumda sürətimiz yoxdur, dalğa uzunluğumuz yoxdur, sıfır demək olar. Zərrəciklərimiz olmadığı üçün dalğalana bilmirlər, səs gedib çatır. Amma gəlirik havaya. Havada zərrəciklər var. Amma havadakı zərrəciklər nisbətən seyrəkdir. Ona görə də havada səsin sürəti V bərabərdir 240 metr bölü saniyədir. Bir saniyədə 240 metr gedə bilir səsimiz. Qışqırırıq, 240 metr o tərəfə səsimizi ötürə bilirik, tutaq ki, fit çalırıq və ya maşın siqnal verir və s. Amma maraqlısı odur ki, məsələn sizə deyirəm ki, Bayıldo Kaspiyan yanındakı siqnal səslərini eşidərsiniz, heç eşitmirik. Eşitsək nə olar? Narahat olar. Bezər, bunu oradan da səs oradan gəlir. Nə bilim, dəniz kənarından oradan nə bilim səs gəlir. Məsələn, oradan insan narahat olar. Maraqlısı odur ki, uşaqlar, yəni bizim elə bir ki, eşidə biləcəyimiz və ya səsin yayıla biləcəyi bir şey var. Dairə var. Aydındır. Ondan uzağa çox getmə. 20 yanvarda orada siqnal verirlər, burada sən narahat ol. İnsan bezər. Maraqlıdır. Bizim keçəcə biləcəyimiz bir ölçü var, yəni havada yayılmasına görə. Bu havada yayıldığına görə məsələn saniyədə 240 metrdir. Bu suda zərrəcik çoxdur uşaqlar. Baxın, suyun içində havaya nisbətən zərrəcik çoxdur. Havaya nisbətən zərrəcik çoxdur. Ona görə də suda sürətimiz V bərabərdir 1500 metr bölü saniyədir. Biz danışa bilmirik, düzdür. Biz də suyun altına girək. Suyun altına girək. O tərəfdən də suyun altından iki daşı bir-birinə vursalar, bir güclü səs çıxır, çaq bir səs çıxır. Məsələn, indi bilmirəm, dənizdə müşahidə eləmisiniz. Dənizə girirsən suyun altına, çox uzaqdan kater gedir. Elə bilirsən ki, yanında motor gedir, nəsə var, çıxırsan suya heç bir şey yox. Baxın, suyun altına düşdüyümüz zaman, o çox uzaq məsafədə də olsa bizim yanımıza çox sürətli şəkildə gəlir. Saniyədə 1500, necə? Çox yaxındır. Tez bir-birinə ötürə bilir və o qədər məsafəni hardasa havadan başda 5 dəfəyə yaxın orada daha sürətli yayılır. Ona görə məsələn deyirlər ki, bəzən delfinlər suyun altında bir-birlərinə səs siqnalları ilə ötürürlər. Tapırlar bir-birlərinə. Aydındır, uzaq məsafələrə zada və bu şəkildə suyun altında səsi ötürmək rahatdır. Suyun altına. Bəzən çaşır uşaqlar ki, havadan suyun altına, sudan, mən suyun altından səsləri eşitmirəm axı. O suyun altına gedir söhbət. Aydındır və ya havadan havaya gedir söhbət. Gələk polada. Uşaqlar, poladdakı zərrəciklər daha çoxdur uşaqlar. O şey var ya, daha çox. Çox yaxındırlar. Həddən artıq bir-birlərinə çox yaxındırlar uşaqlar. Bunlar bir-birlərinə çox yaxın olduqları üçün poladda bizim sürətimiz təqribən saniyədə 5000 metr bölü saniyədir. Yəni dəmirin, poladın içərisində səsin sürəti daha böyükdür. Yəni uzaq məsafədən bir dənə çık səs eləsən, bu burcu tərəfdən o turbanın səsi bizə gələcək. Turbanın içi ilə ötürüləcək. Biz kənd yerində olmuşuq. Kənd yerində bizim evimizlə çöl darvazamız dedik də, qapımız arasında xeyli məsafə var idi. Gəlib çağırırdılar, biz eşitmirdik. Amma yaxşı yolunu tapmışıq. Zvanok yox idi, bir şey yox idi o vaxtı. Qaz turbası. Qaz turbasını yüngül belə çık döyəcləyən kimi evimizin içində zəng gəlir. Bir çık evimizin içində döyülür. Çox cüzi səs vursa da o qədər məsafəni aşağısı bir 30 metr, 40 metr məsafə var idi. Yəni səs eşidilmirdi. Yəni qışqırırlar. Tək gündüz vaxtı, yəni çöldə olanda eşidirdik. Bəzən evdə çox çətin eşidirdik. Elə çıqqıldadan kimi elə bildik ki, evimizin içinə zvanok qoymuşuq. Hamı da bilir ki, bizim zvanokumuz o qaz turbası. Və ya biz də kimisə gedib çağıranda qaz turbasına döyürdük ki, qaz turbası düz evin içindədir. Aydındır, belə maraqlı bir şey. Baxın, dəmirin içi ilə səsi biz daha rahat ötürə bilirik. Daha uzaq məsafələri ötürə bilirik. Aydındır, lap yaxşı.
Uşaqlar, o zaman müqayisə edəndə dalğa uzunluqlarını da müqayisə edə bilərsiniz. Lambda polad böyükdür lambda su, o da böyükdür lambda nəydən? Havadan. Düzdür? Bunu belə bölə bilərik. Baxın, bayaqlar bir söz dedim. Bu mühitlər arasında bir keçid var. Bir mühitdən başqa mühitə keçəndə, havadan suya keçəndə, sudan polada keçəndə və s. Yaddan çıxartmayın. Sürətlər necə dəyişir? Görürsünüz də? Dəyişir. Amma periodla tezlik heç vaxt mühitdən mühitə keçəndə dəyişməz. Yazıram ki, mühitdən mühitə keçərkən period və tezlik nə eləmir uşaqlar? Dəyişmir. Yadınızdan çıxartmırsınız uşaqlar. Məsələn, enlə dalğamız, bu enlə dalğadır, bu uzunluğa dalğadır. Dalğa uzunluğu iki təp arasındakı və ya iki qonşu arasındakı məsafədir. Bu çox rahat. Ondan sonra uşaqlar dalğanın sürətini gördünüz. Dalğalama prosesinə baxdıq və niyə belə məsələndə baş verdiyində sizinlə bərabər izləmiş olduq. İndi nə? S tip, L tip dalğa. Zəlzələni deyirsən? Yox, yox. Zəlzələlərə çox düşmür. Ona görə də keçmir o hissələrinə. Zəlzələlər ümumiyyətlə qədimdə qalır. Böyle suallar nəsə son zamanlar düşmür yəni. O suallar əvvəllər də düşüb düşmədiyin ismə xatırına gəlmir yəni. Hə, uşaqlar, əks sədadan danışdı bayaqları. Deyir ki, mənim danışırıq, əks səda verir. Əks səda prosesi necədir? Əks səda prosesi odur ki, mən danışıram, səsim gedir, divarla, daşla toqquşub, təzədən yenə geri qayıtmış olur. Aydındır? Bax, əks səda. Əks sədada, məsələn, mən bax, buradan bir dənə səs çıxır, uşaqlar. Gedir, divarla, daşla toqquşur və geri qayıdır. Getdi, qayıtdı. Neçə S yol gedir, uşaqlar? S, getdi, qayıtdı. Mənim düsturum V bərabər S bölü T deyil. Nə yazacağım? 2S bölünsün nəyə? T-yə. 2S bölünsün T-yə və ya S bərabər olur VT bölünsün 2-yə. Nə deməkdir? Əks səda. Əks səda vasitəsilə məsafəni təyin ediblər. İndi də təyin edirlər. Yarasalarda məsələn səslə. Yarasalarda da var. Öz məsafəmizdə məsələn qışqırırıq, gedib qayalara dəyib qayıdır. Deyir ki, görürsən buradan o qayaya qədər olan məsafə nə qədərdir? Mən qışqırdım, səsim getdi, neçə saniyədən sonra mənə çatdı? Tutaq ki, 2 saniyə sonra çatdı. Onda VT bölü 2, sürətim havada neçədir? 240. Vur 2 bölü 2. İxtisarlarım getdi 2 ilə 2 qaldı. 240 metr məsafədən səs mənə nə edirmiş? Gəlib çatırım. Yəni məndən qayalara qədər olan məsafə 240 metrdir. Ona səs lokasiyası ilə də ötürürlər. Suyun dərinliyini ölçmək üçün gəmilər səs lokasiyaları, orada səs exolotları deyirlər. Exolot vasitəsilə dərinliyi ölçür. Gedir su dənizin dibinə dəyir və geri qayıdır. Deyir ki, buradan oraki məsafə bu qədərdir. Məsələn, quyularda da belə daş atırlar ki, içinə baxsana görsən nə qədər dərin quyu. Quyularda, eləmi? Quyunun dərinliyini ölçmək üçün. Elə maraqlıdır. Hə. Demək uşaqlar, burada nəyə diqqət yetirəcəksiniz? Əks səda kimi görünüb, nisbətən çaşdırıcı suallar var. Məsələn, deyir ki, dənizin dibindən səs bizə 5 saniyə çatdı. Baxın, demədiyi göndərdik, qayıtdı 5 saniyə. Əgər göndərmiş olsaq gedər, qayıdar, onda 2S getmiş olur. Amma yalnız oradan bizə çatıbsa 1S deyilmi? O zaman nə yazacağıq? 2-yə bölməyimiz S bərabərdir VT yazarıq da. Aydındır. Məsələn, deyirik ki, ildırım çaxdı. 10 saniyə sonra, 3 saniyə sonra, 1 saniyə sonra səs bizə gəldi. Oradan birbaşa bizə gəlib da. Məndən səs getməyib ki, ona görə də bu əks səda prinsipini ödəmir. Ona görə də diqqət yetirin yəni. Və ya əks səda məsələsində nədir? Getsin, qayıtsın. Yoxsa ya məndən, məsələn, deyir ki, mən deyir, qışqırdım, səsim dağa 3 saniyə çatdı deyir. Uşaq deyir, bu əks səda. Getdi, yalnız ora çatıb, sənə qayıtmayıb baxın. Başa düşürsünüz? Ona görə də əks səda prinsipi gedib, qayıtma prinsipini ödənməlidir. Aha. İnsan qulağının eşidə biləcəyi, açaq. İnsan qulağının eşidə biləcəyi tezlik, uşaqlar, 16 Hz-nə 20.000 Hz arasıdır. Ondan aşağı səslərə biz infrasəslər,
infra səslər, ondan yuxarı səslərə isə ultra səslər deyilir. Yəni yaradılışan elə yaradılmışıq ki, biz 16 Hz ilə 20.000 Hz arası eşidə bilirik uşaqlar. O arada nə yuxarını, nə aşağını eşidə bilmirik. İnfrasəslər həddən artıq dediyimiz kimi tezlikləri çox kiçik, dalğa uzunluqları çox böyük. Məsələn, tutaq ki, çox uzaq bir məsafədə bir vulkan püskürməsi olur və yaxud da bir partlayış olur, sən burada eşidirsən və narahat olursan. Hər şeydən ötürü uzaqdan bir səsləri sən başlayırsan eşitməyə. Ona görə də bizim eşidə biləcəyimiz bir tezlik var. Və ya 20.000 Hz-dən yüksək tezlikli. Dalğa uzunluğu az, tezliyi çox yüksək uşaqlar. Çox incə səsləri, məsələn, tutaq ki, yarasalar deyirik ki, o səslərlə hərəkət eləyir və ultrabənövşəyi şüalarla və səslərlə hərəkət eləyir gedir. Çox incə səsləri eşidir. Amma maraqlısı odur ki, məsələn, biz o səsləri eşitmirik. Bu bizim üçün yaradılışan elə bir şəkildə yaradılmışıq ki, bu orta bizimkidir. Yəni nə ondan yuxarını eşitmirik, nə ondan aşağını eşitmirik. Aydındırmı? Və düşün ki, evdə qarışqalar hərəkət eləyər. Elə bir ki, əskər gedir, top, narahat olarsan. Sən eşitmirsən, amma onu eşidən bir varlıq var. O onun üçün yaradılıb, amma bizim üçün deyil. Evdə milçə uçar, elə bir ki, vertolyot uçur da, fır, adam əsəbləşər. Yəni, düşünün, niyə biz onu elə cüzi eşidirik, yəni, məsələn, amma onu daha böyük şəkildə eşidən və ona görə hərəkət edib yem kimi ondan istifadə edənlər var. Yəni, hər heyvanı yaradır. Məsələn, tutaq ki, qartal deyir ki, 2000 metrdən balaca siçanın hərəkətini tutur. Bax, o görmək, o qartala verilir də, insan onu görə bilməz. Biz 30 metr sonra, 40 metr sonra heç adamı düzgün təyin edə bilirik ki, kimdir. Amma çünki qartal 2000 metrdən ovunu təyin edə bilir. Keçən dəfə maraqlı bir bəlgəsəldə Afrika tülküsünü bəlgəsəlin veriblər. Susuz bir ərazidə tülkünün yaşayışını göstəriblər. Bilirsiniz, tülküdür də nə ilə qidalanır? Tülkünün qidasına baxın, daha çox torpağın altında böcəklərləndir. Su deposunu oradan əldə edilmiş. Çox quraq yerlərdir. Böcəklər yağışlı havalarda, belə qurtlar, yağışlı havalarda suyu alırlar bədənlərinə, girirlər torpağın altında yatırlar. Bir də gözləyirlər yağış yağında çıxacaqlar üzə. Tülkünü. Başı balacadır, qulaqları iri-iri, yekə qulaqları var. Torpağın altında qurtlar səs edən kimi, xışıltıda, yəni bir yüngül hərəkət edən kimi, tülkü onu havadan hiss edir, yəni. Havadan onu hiss edir. Gedir o xışıltı elədiyi yeri, başlayır, qazır, oradan qurdu tapır, yeyir. Nə edirlər? Təcrübə olaraq götürürlər, telefona aparıb bastırırlar, vibrasiyasını qoşurlar telefonun. Uzaq məsafədən zəng edirlər telefona. Telefona zəng edəndə vibrasiya şeydən də vuranda, torpaq sirkələnir axı. Tülkünün qulağı belə çevrilir o vibrasiya gələn tərəfə. Maraqlıdır, bax. Yəni, o onun üçün yaradılır. Biz evin içində telefonun səsi gələndə tapamırıq, hara düşüb, naharilik. Amma sən fikir verirsən, o nə qədər məsafədən haradan o sirkələndiyini təyin edir ki, burada nəsə titrəyiş var. Yəni, o qulaqlarındakı o tüklər, belə deyirlər, tezliklərlə necə təyin edirlərsə onu, baxın, yaradılışan onlar elə yaradılır. Və ona görə bizim üçün eşidə biləcəyimiz tezlik 16 Hz ilə 20.000 Hz arasıdır. Uşaqlar, ümumiyyətlə fizikada bu səs hadisələrini öyrənən bölmə necə adlanır? Akustika. Yaxşı, fizikada səs hadisələrini öyrənən bölmə ümumilikdə adlanır nə? Məhz akustika. Bunu yaddan çıxartmayın. Bayaqlar dedim, deyəcəm, o yaddan çıxdı, qaldı. Akustika. Uşaqlar, 2 dənə şey qaldı, onu da deyim, yekunlaşdırırıq. Bir qaldı səsin gürlüğü, bir də səsin yüksəkliyi. Bəzən buna tonu da deyirlər, cingiltisi də. Bəzən tonu da deyirlər, cingiltisi də deyirlər, yüksəkliyi də deyirlər uşaqlar. Səsin gürlüğünü desibel adlanan cihazla ölçürük. Desibel. Aha. Desibel adlanan cihazla ölçürük. Gürlük amplitudla təyin olunur. X-max və yaxud da ki, ayla təyin olunur. Təyin olunur. Təyin olunur. Gürlüğü nisbətən necə bənzədərəm mən sizə? Qalın çıxır, kobud çıxır, kişi səsinə bənzədirlər. Kişi səsinə bənzədirlər. Burada qeyd götürə bilərik ki, məsələn, kişi səsi kimi. Kobud çıxır. Məsələn, deyirik ki, gitaranın,
Məsələn, tutaq ki, nazı ismi ilə qalın ismin arasında don 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 səs çıxır məsələn üçün. Amma incə səsdən incə səs çıxır. Ona bənzəyir. Səsin yüksəkliyini, tonunu, cingiltisini nisbətən qadın səsinə bənzədirlər məsələn. İncə, amma bir qışqırdı mı incə, tonu yüksək, cingiltisi çox, aydındır. Nisbətən qadın səsinə bənzədirlər. Nə ilə təyin olunur uşaqlar? Tezliklə. Tezliklə təyin edirik. Tezliyi çox olanın gül olur. Bizim tənliyimiz necədir? Məsələn, x bərabərdir, x max. Məsələn, kosinus omega t deyildi. Baxın, x max gürluqdan söhbət edəndə x maxa baxacaqsınız. Omegamızda 2 pi nüdüstürüdür də. Ondan sonra tezlikdən, tondan, cingiltisindən, yüksəklikdən söhbət etdiyi zaman uşaqlar nəyə baxacağıq? Omegaya baxacağıq. Omegası böyük olan tezlik elə böyükdür. 2 pi nüdüstürüdür deyə. Hansının omegası böyükdürsə, onda demək ki, onun yüksəkliyi, tonu, cingiltisi də böyükdür. Gürluğun hansının ki çoxdur deyəndə x maxa baxacaqsınız. Hansının yüksəkliyi, tonu, cingiltisi böyükdür deyəndə omegaya baxacaqsınız. Yəni tezliklə təyin olunur da omeganın məhz içindədir. Bir dənə uşaqlar, sonda fazalar fərqi qalıb. Uşaqlar, bəzən o fazalar fərqini tez-tez bizdən soruşurlar. Ona görə də fazalar fərqinin düsturunun çıxarışını mən sizə deyim. Normalda çevrədə fi bərabər idi, omega t düsturu yazırdıq. Omeganın yerinə yazırdıq 2 pi, buraya yazın fazalar fərqi. Fazalar fərqi. 2 pi bölünsün böyük t, vurulsun. Kiçik t'nin də yerinə mən nə yazaram? Məsafə s böl v yazaram da. Və ya d bölünsün v yazım. S-i əks sədə yazdığım üçün yazıram. Onda belə yazaram. 2 pi d bölünsün lambda da yaza bilərəm. Ya bu düstur, ya bu düstur uşaqlar. Bunların hər ikisindən istifadə edəcəksiniz. Bu fazalar. V t lambdadır, bəli. Yekunlaşdıraq.